Salam birincilər, hər birinizi yenidən xoş gördük. Davam edirik iş dəftəri riyaziyyatımızın ikinci hissəsində olan ümumiləşdirici tapşırıqlar mövzusu ilə. Baxırıq, birinci tapşırığımızda yüzlü kartın boş xanalarını ədədləri yaz. Elə bizim dərsliyimizdə də məhz bu mövzu ilə bu tapşırıq başlamışdı. İndi biz baxırıq, 61-i verib, deməli davamını biz özümüz eləməliyik. Özüm ekranı böyütmüşəm ki, ekran balaca olanda, hələ böyük olanda səliqəsiz yazılır, o ki qala balaca. Bu tamamlandı. İndi 61-in altında, yəni 72-dən əvvəl neçə olacaq? Burada 71. Burada 73. Burada isə 74. 71-in altında, yəni 10 vahid böyük 81. Burada 82. Burada 83. Burada isə 84. Aşağıda 91. 92. 93 və 94. Siz məni səslə dinləyin ki, ola bilsin burada mənim xəttimdən bir anlaşılmazlıq olar. B variantına baxırım. 32-nin yanında olmalıdır 33. Onun yanında olmalıdır 34. Onun da yanında olmalıdır sonda 35. Aşağı düşəndə çaşıb bura 36 yaza bilməzsiniz. Çünki yan-yana getdiyi zaman bir vahid artım olur. Amma aşağıya doğru isə artıq 10 vahid. Yəni 32-nin altında 10 vahid çox olaraq bura 42 qeyd edəcəyik. Sonra 43. Sonra 44 və sonra isə 45. 42-nin altında yenə bayaqki qayda ilə 52, 53, 54 var, 55. 52-nin altında 10 vahid çox 62, 63, 64 və 65. Ən maraqlısı isə bu C variantıdır. Ümid edirəm ki, siz də 41-də C variantını çaşıb səhv eləməmsiniz. Deməli, 41-dən üzü sağa doğru yazacağıq. Və sonra gəlin yazaq əvvəlcə 42, 43, 44, 45, 46, 47, 48, 49, 50. Və 41-in altında neçə olacaq uşaqlar? Özündən 10 vahid böyük ədəd, yəni 51. İstəsə belə də yaza bilərik. 61, bu da 71, fərq etməz. Çünki 10-un artımı olur. Burada da baxın. 52, 62, 72, 53, 63, 73. 44-ün altında 54, 64, bu da 74. 45-in altında 55, 65 və 75 qeyd edə bilərik. 46-nın altında 56, 66 və 76. 47-in altında 57, 67, 77. 48-in altında 58, 68, 78. 49-un altında 59, 69, 79. 50'in altında 60, 60'ın altında 70, 70'in altında isə 80 yazmalı cədvəlimizi tamamladıq. İndi baxaq, ikinci tapşırığımıza sıranı tamamla deyir. Biz sıraya baxdığımız zaman görürük ki, A variantında 32-dən sonra 34 gəlib. Deməli, burada ədədlər arasında 2 vahid artım olur. Və biz də davamını özümüz 2 vahid artıraraq yazmalıyıq. 32, 34, 36, 38, 40, 42, 44, 46 və 48. Sonda isə 50-nin özləri yazıblar. İkinci B variantı 45-dən 50-yə 5 vahid artım var. Deməli, burada 5 artırmalıyıq. 50-dən sonra 55, 60, 65, 70, 75, 80, 85 və sonda 90 artıq tamamlandı. C variantında isə görürük ki, ədədlər arasında 10-dan 20-yə qədər 10 vahid artım var. Ona görə biz də digərlərini 10 artıraraq yazacağıq. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90 və 100. İndi biz baxacağıq sizlə maraqlı bir tapşırığa. Silək bir dənə. Yüzlük kartdan istifadə eləməklə boş xanalara olan ədədləri yaz. 70-dən 10 vahid geri. Geri nədir? Yəni azalma, çıxma. 70-dən 10 vahid çıxanda, yəni yüzlük kartda görsək, baxan kimi görərik ki, ədədimiz olacaq 60. 5 vahid irəli. 70-dən yox ha. 60-dan 5 vahid irəli olacaq 65. 10 vahid geri deyirsə, 65-dən yəni 10 vahid geri olacaq 55.
55'dən 5 vahid irəli bu olacaq 60. Sonra aşağı düşük. 60'dan 10 vahid geri olacaq burada 50. 5 vahid geri, yəni 50'dən 5 vahid geri burada 45. Belə bildim, irəlidir. 45'dən amma 10 vahid irəli burada olacaq 55. Və 55'dən də 5 vahid irəli burada oldu 60. Görürsünüz uşaqlar 70'in altında 60, yəni 10 vahid böyük olmaqla biz düz tapmışıq. İndi gəlin baxaq 4-cü məsələmizə. Samir fikrində 1, 2 rəqəmli ədəd tutdu. Bu ədəddə 4 dənə təkliyi var. Yazdım bura tez, vaxt itirmədim. Bu ədədin onluqlarının sayı 5-dən böyük, 7-dən isə kiçikdir. Uşaqlar 5-dən böyük, 7-dən kiçik. 5 ilə 7-nin arası cəmi bir dənə ədəd qalır. Daha doğrusu rəqəm qalır. O da elə neçədir? 6-dır. Deməli, bizim ədədimiz neçədir? 64 ədədidir. Keçək burada. Lalənin söylediyi ədəd tapaq sizlə birlikdə. İpucları verir. Ədəd 2 rəqəmlidir. Ədədin təkliklərinin sayı 7-dən böyük, 9-dan kiçikdir. Yenə bayaqki qayda ilə. 7-dən böyük, 9-dan kiçik bir dənə nə var? Ortada olan bir dənə nə var? 8 var. Təkliyin sayına biz yazırıq 8-i. Sonra bizə deyir ki, bu ədəddə onluqların sayı təkliklərdən 3 vahid azdır. Təkliyimiz 8 idi. Yəni 8-dən 3 vahid az neçə eləyəcək? 5. Buraya yazacağım 5 və mənim ədədim olacaq 58. Keçəcək növbəti səhifəyə. Burada artıq hamısı məsələlər. Səbinə ona verilən puldan hər gün 5 qəpik daxıla atır. 7 gündə onun daxılında nə qədər pul var? 5-5 saymaqla hesabla. Yerlər də verib bizə. Deməli, biz 5-i 7 dəfə artıra yazacaq. Görək sonda Səbinənin nə qədər pul olacaq? 5 verib 10, 15, 20, 25, 30, 35. Deməli, Səbinənin həftənin sonunda 35 qəpik pul olacaq uşaqlar. 7-ci məsələmizə baxacaq. Elxanın 13 qəpik pulu var. O, bu pula 2 oyuncaq aldı. Deməli, Elxan hansı oyuncaqlar aldı? Onları qeyd edə. 13 qəpik pulla baxın. Şarla ördəyi alsa, 5 qəpik üstə 9 qəpik olacaq 14 qəpik. Bunu ala bilməz. Və yaxud da ördəklə bu fit səsi çıxaranı alsa, 9 qəpik, 7 qəpik olacaq 16 qəpik. Deməli, bu ikisini də ala bilməz. Amma şar ilə o fit üfürəni, hava üfürəni alsa 7 qəpik, 5 qəpik üstə 7 qəpik olacaq 12 qəpik. Və Elxan da o ikisini də birlikdə ala biləcək. Yəni, bu oyuncaqları ala bilər Elxan. Keçək 8-ci məsələmizə. Aynur və Anar birlikdə qiyməti 7 manat olan tort aldılar. Pulun 4 manatını Anar, qalanını isə Aynur ödədi. Aynur nə qədər pul ödədi? Deməli, ikisi birlikdə 7 manat ödəyiblər. İkisi birlikdə ödəyib. Anarın ödədiyi pulu bilirik, amma Aynuru bilmirik. Ona görə də ümumi qiymətdən, yəni ümumi ödədikləri məbləğdən 7 manatdan çıxacaq. Anarın ödədiyi məbləği 4 manatı, yəni və qalacaq yerdə 3 manat. Deməli, Aynur nə qədər ödəyib? 3 manat ödəyib. 9-a baxırıq. Samir zoomağazadan qiyməti 5 manat olan 3 tutuquşu aldı. O neçə manat ödədi? Bu 5 manat uşaqlar bir tutuquşunun qiymətidir. 3 tutuquşunun qiymətini tapmaq üçün mən 5-i təkrar toplayacağam. Yəni 5 manat. Üstə gəl 5 manat, o da üstə gəl 5 manat. Bərabərdir neçə? 15 manat. Deməli 15 manat ödəyib. Və 10-cu məsələmiz var bizim. Hətta 11 də var, nə gözəl. 10-cu məsələdə bizə deyir ki, bir qutu peçeniyə 10 qəpikdir. Anar və Səbinənin birlikdə 50 qəpik pulu var. Uşaqlar bu pula neçə qutu peçeniyə ala bilər? 10 saymaqla hesabla. Deməli, 50 qəpik pulumuz var və bir qutu peçeniyə 10 qəpikdir. Biz onu artıra, 10 artıra 50-yə qədər gəlməliyik. Görək biz neçədən artırdıq? Yəni 10, 20, 30, 40, 50. 50-də dayanıram, keçmirəm. Yəni bir qutu peçeniyə 10 qəpikdir deyə bura 10 qəpik artırdıqca 50 qəpik gəlib çatdıq. Və bizim neçə dənə 10-umuz oldu? 1, 2, 3, 4, 5 dənə. Deməli, uşaqlar bu 50 qəpik pulla 5 qutu peçeniyə ala bilərlər. 11-ə baxırıq. Sirk biletinin qiyməti 2 manatdır. Anar 2 bilet aldı. O Kastirə 5 manat verdi. Kastir ona nə qədər pul qaytarmalıdır? Belə iki misallı məsələlər görəndə uşaq özünüzü çaşdırmayın. Çünki burada bizə hələ birinci həll eləməli olduğumuz məqam var. Bir biletin qiyməti 2 manatdırsa, mən əvvəlcə bu 2 biletin qiymətini mütləq şəkildə tapmalıyam. Bir biletin qiyməti 2 manatdırsa, 2 manatı 2 dəfə toplayaram, alaram 4 manat. Deməli, Anar 2 bilet üçün 4 manat ödəməli idi. Amma Kastirə neçə manat vermişdi? 5 manat. Və Anarın verdiyi o
5 manatdan çıxacam biletlərin pulunu və yerdə qalacaq 1 manat. Deməli, kassir Anara 1 manat pul geri qaytarmalıdır. Bu da iş dəftərimizin izahıdır uşaqlar, amma bununla bitmir təbii ki. Növbəti yeni izahlı videolarımızda görüşənədək növbəti mövzumuz nə mövzu olacaq? İnşallah uzun qısa ölçmə bölməsinə keçəcəyik sizlə birlikdə. Hələlik uşaqlar, görüşənədək uğurlar sizə.